Salam hörmətli izləyicilərim. Bugün də belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da çox qəşəng naxışdır. Toxunması da çox asandır. Bunun üçün də ilməkləri küt-küt yığırıq. 2 də kənar ilmək yığırıq. Nə qədər istəsəz böyüdə bilərsiniz, amma ilmələri 2-2 artırırıq. Sapım da ki 100 qramlıq 350 metrəlik sapdır. Bu naxışdan da ki jiletə, jaketə, uşaq ədyalına, nəyə istəsəz toxuya bilərsiniz. Toxunması da çox asandır. Bunun üçün yenə belə bir sapımı götürürəm. Belə qısa formada yığıram. İlməkləri cüt yığmaq lazımdır. Cüt yığıram. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 ilmək yığdım. 16 ilmə bəs eləyər bu naxışı toxumaq üçün. Burada da rezinka toxumuram. 2 sıra tərs toxuyuram. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri də hamısını tərs toxuyuram. Tərs üzündən də yenə bir sıra tərs toxuyuram. Düz üzüdür bura. Buradan da bir sıra yenə tərs toxuyuram. Bir sıra yenə arxa üzdən də tərs toxuyuram. 4 sıra toxuyuram. 2 sıra düz üzdən, 2 sıra da tərs üzdən. Belə. İndi kənar ilməyi götürürəm. Buradan toxumuram. Burada bir artırma eləyirəm. Bu 2 ilməkdən bir ilmək çıxardıram. Yenə bir artırma eləyirəm. 2 ilməkdən birini çıxardım. Yenə birini artırdım. 2 ilməkdən bir ilmək çıxardım. Bu sıranı axıra qədər belə toxuyuram.
Kənarı da tərs toxudum. Tərs üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən yenə kənarı götürürəm. Burada bu birinci ilməni toxuyuram. Bu birinci sırada toxumadım. Əvvəldən götürdüm ilmənin üstünə. Burada ancaq bu həmin artırdığım ilməni toxuyuram. Sonra artırma eləyirəm. 2 ilməkdən 1 ilmək çıxardıram. Yenə artırıram. 2 ilməkdən 1 çıxardıram. Bu sıranı yenə axıra qədər belə toxuyuram. Yenə birini artırdım. Birini toxudum. Bu ilməkləri də tərs toxudum. İndi arxa üzdən yenə bütün ilməkləri hamısını tərs toxuyuram. Formada. İndi buradan yenə buradakı kimi əvvəl necə eləmişdiksə formada yenə 2 sıra düz üzdən 2 sıra arxa üzdən ilməkləri hamısını tərs toxuyuruq. Sonra yenə həmin naxışı təzədən başlayırıq. Hər arada 2 sıra toxuyub 2 sıra bunu belə qoyuruq, tərs toxuyuruq. Tərs toxumaq üçün də 4 sıra toxuyuruq. 2 sıra düz üzdən 2 sırada arxa üzdən. Belə. Sağ olun. Bəyəndinizsə abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.